Verilişin baş sponsoru Best Beef ət və ət məhsulları. Salam, hər vaxtınız xeyir olsun. MTV Azərbaycanın efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün ümumi bağırsaq xəstəliklərindən danışacağıq. Hansı ki, statistik göstəricilərə görə də dünya əhalisinin də bir çox faiz göstəricisində məhz bu xəstəliklərdən əziyyət çəkirlər. Təbii ki, mövzu ilə bağlı müzakirə etmək üçün studiyamızda dəyərli qonağımızı ilk olaraq sizə təqdim edim. Elmi Cərrahiyyə Mərkəzinin həkim cərrahı tibb üzrə fəlsəfə doktoru Faiq Əliyev. Doktor, xoş gəldiniz. Öncəliklə dəvətimizi qəbul etdiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm. Bağırsaq xəstəlikləri ümumi anlamda mövzu olaraq seçdik. Amma təbii ki, burada yenə də bu statistik rəqəmi vurğulamaq istəyirəm. Ümumiyyətlə, 2-3 ailədən birində yetər ki, bu xəstəlikdən ciddi əziyyət çəkən insanlar var. Əslində, xəstəliyin yaranma səbəbi, simptomlar bəzən də aldadıcı olur, bəzən də bu elmi biliyə az bilgilənirik deyə əslində nə baş verdiyini də bilmirik. Həzm traktında baş verəcək, doktor, patoloji problemlərin əksəriyyəti məhz bağırsaqla bağlı olur, deyilmi? Mədə bağırsaqla. Və burada istər-istəməz yaranacaq problemlərin, istər gedişatların, burada ağrıların, bir neçə simptomlar var ki, məhz buradan əslində başlamaq istəyirəm. Bu həzm traktı dediyimiz nədir? Niyə burada pozuntu və problemlər yaranmış olsun? Buyurun. Salam İlya xanım, hörmətli tamaşaçıları da salamlayıram, hər vaxtınız xeyir olsun. Hər vaxtınız. Dəvətiniz üçün təşəkkür edirəm İlya xanım, çox sağ olun. Bəli, həzm traktı nədir? Bundan başlayaq. Ümumiyyətlə, insan bir canlı varlıq olaraq açıq bir ekosistemdir, bioloji sistemdir. Yəni, açıq olmasının mənası nədir ki, bu xarici mühitlə daima enerji və maddələr mübadiləsində olur. Olmaq zərurətindədir, məcburiyyətindədir. Yəni, alacağımız var və verəcəyimiz var. Və bunların korrekt olması, dəqiq olması bizim sağlamlığımızda şübhəsiz ki, öz əksini tapır. Çox vaxt xarici mühitin təmizliyi, xarici mühitin sağlamlığı haqqında düşünürük. Amma maraqlı bir məqam mən istəyərdim sizin diqqətinizə çatdırım. Bizim mədə-bağırsaq traktı, yolu, sistemi kimi tanıdığımız sistem əslində elə xarici mühitdir. Amma insana ən yaxın olan xarici mühitdir. Çox adam, məsəl üçün, elə anlayır ki, bağırsağın içərisi daxili mühitdir. Amma mən sizi tam əminliklə deyirəm, yəni, belə bir söz var, tibbdə ki, nəzəri olaraq zondla keçilməsi mümkün olan bütün sahələr xarici mühitdir. Yəni, ağız boşluğundan ta o 6-7 metr bağırsağın içərisindən keçib, anal dəlikdən xaricə çıxacaq bir zond təsəvvür edə biləriz, nəzəri olaraq bu mümkündür. Və buradan nə anlama gəlir? O anlama gəlir ki, bəli, mədə-bağırsaq sistemi əslində bizə ən yaxın olan xarici mühitdir. Və bu xarici mühitin sağlam və təmiz saxlanılması, düzgün saxlanılması bizim təbii ki, sağlamlığımızda mühüm, müstəsna əhəmiyyətə malikdir. Mən sizə bir maraqlı fakt demək istəyirəm. Bizim bağırsaqlarımızın ümumi səthi təsəvvür edirsiniz nə qədər ola bilər? Bu bir futbol meydançasından daha böyükdür. Yəni, nəzəri olaraq ideal şəkildə, əgər mədə-bağırsaq sistemini, hələ hamısını demirəm, nazik bağırsaqların təkcə iç səthini bir vərək kimi açmaq mümkün olsa, nəzər olar. Bunun ümumi sahəsini fikirləşin. 1 hektar. Bir futbol meydançasının uzunluğu haradasa 108-in 65 metrə, heç 1 hektara çatmır. Bir futbol meydançası təsəvvür edilir və bu boyda sahədə maddələr mübadiləsi intensiv surətdə gedir. Bizə lazım olan minerallar, qida maddələri, su buradan xaric olunur. Xaric ola bilməyənlər, lazım olmayanlar isə öz təbii yolu ilə xaric olur. Təbii yolu ilə xaric olur. Bəli, mədə-bağırsaq sistemi bir sıra xəstəlikləri ilə məlumdur.
Mədə-bağırsaq sistemi xəstəliklərinin sayı həddindən artıq çoxdur. Onları qısa olaraq bir neçə qrupda öyrənirlər. Mədə-bağırsağın iltihabi xəstəlikləri, mədə-bağırsağın onkoloji xəstəlikləri, mədə-bağırsağın travmaları, mədə-bağırsaq sistemində bəzi ferment problemləri ilə bağlı yaranan ferment çatışmamazlığı ilə bağlı olan xəstəliklər və s. Bunların sayları da çoxdur və rast gəlmə tezliyi də populyasiyada, insan populyasiyasında rast gəlmə tezliyi də çoxdur. Siz indi hansı sahədən istəsərdiniz, mən o sahə üzrə maraqlı, qısa və deməli faydalı bir söz Bəli, bu söyləyərdim, səbəbləri məlumat doktor verərdim. ümumi anlamda dediniz, bəlkə də görürsüz, siz elə faktları toxundunuz ki, biz bəlkə də onları heç bir zaman nə ağlımıza, nə xəyalımıza gətirməmişik. Bəzən də bizə çox kiçik, adi, bəsit görünən orqanlarımızın funksiyası ağlımıza gətirmədiyimiz dərəcədə həyati bir məsələ daşıyır ki, hansı ki burada da bayaq vurğuladıq, məhz qəbul olunan qidanın da məhz bağırsaqda qana daxil olması və toksinlərin də orqanizmdən çıxmasının da bilavasitə məhz bağırsaqlar görün nə qədər həyati əhəmiyyət kəsb edən bir funksiya daşıyır. Bağırsaq xəstəliklərinin yaranma səbəbi, təbii ki, biz bu xəstəlikləri mərhələyə bölərək bunlar haqqında qısaca bir bilgiyə sahiblənəcəyik, danışacağıq. Sadəcə bir xəstəlik haqqında danışanda birinci onun yaranma səbəbinə toxunmalıyıq. Niyə yaransın? Bu bağırsaq xəstəliklərində birinci göstərici irsi meyillilik faktorunu deyirlər doktor. Burada bir neçə səbəblər. Mən hər zaman deyirəm ki, bağırsağımızı məhz bizim ikinci beynimizdir. O qədər həssas bir, belə deyək də, bir orqanizmdir, orqandır ki, burada sinir sisteminin məhz pozulması da birbaşa bura təsir edir, deyilmi? Müəyyən dərman preparatlarının nizamsız qəbulu da bağırsaq xəstəlikləri yarada bilər. İrsi meyillilik faktoruna, genetik faktora bağlandım. Yenə də bilmədiyimiz, tibbə, elmə bəlli olan bizim bilmədiyimiz səbəblər. Bu haqda istəyirəm danışaq. Ümumiyyətlə, mədə-bağırsaq bir trakt, yəni yoldur. Qəbul elədiyimiz bir qida bu yol üzrə tam 7 metr yol keçəndən sonra özündəki lazımı qidalı maddələri qana verəndən sonra lazım olmayan, sorula bilməyən, ehtiyac bilinməyən hissəsini isə atır. Bu bir yoldursa, bu yolun bir müddəti var, keçmə müddəti var. Və bu müddətin pozulması və çıxarılma prosesinin çətinləşməsi bu özü bir xəstəliyə, yəni qəbizlik xəstəliyinə dəlalət edən bir faktordur. Ümumən, normal olaraq bir gündə 2 dəfədən tutmuş, 2 gündə 1 dəfəyə qədər defekasiya aktı normal hesab olunur. Bundan kənar olan hallar artıq düşünməyə vadar edir ki, bunun səbəbi nədir? Bu niyə belə baş verir? Mədə-bağırsaq traktının işini tənzim edən, bəli, çox mürəkkəb, neyrohumoral bir sistem mövcuddur. Neyrohumoral sistem deyəndə nə nəzərdir? Birinci, neyro, yəni sinirlə bağlı olan hissəsi. Mədə-bağırsaq sistemi çox ciddi şəkildə, çox ciddi və çox da mürəkkəb bir şəkildə parasimpatik sinir sistemi və simpatik sinir sistemi vasitəsilə idarə olunur. Bu, parasimpatik və simpatik dediyimiz sinir sistemi bizim vegetativ sinir sistemi kimi tanıdığımız sinir sisteminin hissələridir, 2 hissəsidir. Onların birinin, deyək, simpatik sinir sisteminin işi əgər mədə-bağırsaq traktının işini zəiflətməkdirsə, daha doğrusu vəzifəsi zəiflətməkdirsə, ikinci parasimpatik sinir sisteminin ki, mədə-bağırsaq sisteminin işinin funksiyasını stimullaşdırmaq, daha da gücləndirməkdir. Bunların balansında, yəni bunların tərəzisindəki baş verən bir pozğunluq kliniki olaraq, əlamət olaraq ya ləngimə, ya da həddindən artıq sürətli ifraz, ixracat, yəni defekasiya aktı formasında meydana çıxa bilər. Belə xəstəliklər də mövcuddur. Məsəl üçün, qıcıqlanmış bağırsaq sindromu, irritable bowel sindrom, bu İngilis ədəbiyyatında belə deməli gedir, bunun adı. Köhnə Sovet ədəbiyyatında buna spastik kolit də deyirdilər. Və bu xəstəlik zamanı xəstənin ciddi əlamətləri ola bilər. Həm də psixoloji məqamlara çox ciddi bağlanacaq bir xəstəlik. Amma somatik olaraq bir şey tapmaq mümkün deyil. Heç bir laboratoriya göstəricisi ilə, heç bir aparat, instrumental müayinə, fizikal müayinə, bütün bunların aparılmasına baxmayaraq xəstədə heç nə tapa bilməzsiniz. Hətta xəstənin ümumi nevroloji statusunu dəyərləndirərsiniz, yenə də
heç bir kənara çıxma. Psixoloji statusunda baxarsan, elə bir kənara çıxma tapmaya bilərsiniz, ümumi psixoloji. Amma digər ki, parasimpatik ya simpatik, yəni vegetativ sinir sistemindəki pozğunluğu müəyyən eləyəcək elə bir vasitə bizim əlimizdə yoxdur. Sadəcə təcrübəyə və xəstə ilə aparılan söhbətə əsasən və digər buna oxşar əlamətlər verə biləcək xəstəliklərin istisna olunması yolu ilə biz xəstədə bu funksional xəstəliyin, yəni məsəl üçün qıcıqlanmış bağırsaq sindromunun olduğunu müəyyən edə bilərik. Bax, burada bayaq siz dediyiniz kimi, burada səbəb mədə-bağırsaq sisteminin funksiyalarını tənzim eləyən, təmin eləyən sinir sistemində baş verən bir nevroz hadisəsidir. Biz nevroz deyəndə adətən anlayırıq ki, nevroz insan əsəbidir, ya çılğındır, o vurmağa, yıxmağa da. Amma mən sizə inandırım, nevrozun çox növləri var. Hələ onlardan biri vegetativ nevroz dediyimiz bu nevroz məhz mədə-bağırsaq sistemində ciddi əlamətlərlə ortaya çıxa bilər. Amma bununla yanaşı, məsəl üçün bəzi o çox rast gəlinməyən hallardır. Məsələn, ağır metal duzları ilə zədələnmələr, zəhərlənmələr zamanı tərsinə ola bilər. Sinir sisteminin, yəni vegetativ sinir sisteminin, bağırsağın sinir sisteminin zədələnməsi səbəbindən onun funksiyası zəifləyə bilər. Əksinə, burada pozulma baş verə bilər. Mən onu da deyim ki, bayaq irritable bowel sindromu haqqında dediyimiz, onun hətta elə bir növü var ki, orada tərsinə ola bilər. Yəni, stimulyasiya yox, əksinə tormozlanma baş verə bilər. Belə halda xəstə qəbizlikdən əziyyət çəkəcək. Amma yenə də heç bir instrumental laborator müayinələrlə biz heç nəyi müəyyən edə bilməyəcəyik. Bununla belə bağırsağın hərəkətinə, yəni normal defekasiya aktının pozulmasına səbəb ola bilən real mexaniki proses məsələlər də ola bilər, mexaniki problemlər də ola bilər. Yeri gəlmişkən elə payız fəslidir. Bu son vaxtlar biz də praktikamızda rast gəlirik ki, artır bunun sayı. Bağırsaq keçməməzliyi haqqında qısa bir danışmaq istəyərdim. Bağırsaq keçməməzliyinin yenə də bayaq dediyim kəskin və xroniki forması var ki, o kəskin dövründə bayaq dediyim kimi sinir sistemi ilə də bağlı ola bilər. Məsəl üçün zəhərlənmələr zamanı. Və daha çox bizim rast gəldiyimiz isə mexaniki faktorlardır. Yəni, mexaniki olaraq bağırsağın mənfəzini, ya içərdən mənfəzini, ya çöldən bağırsağın kənarını sıxan və onun normal boşalmasına, normal fəaliyyətinə maneçilik törədən konkret mexaniki səbəb var. Bunların içərisində ən çox rast gəlinən, çox təəssüf ki, şişlərdir. Şişlər tədricən böyüyə bilər və heç bir əlamət verməyə bilər və günlərin bir günündə insan bağırsağının tamamilə fəaliyyətinin dayanması müşahidə oluna bilər. Yəni, kəskin bağırsaq keçməzliyi müşahidə oluna bilər. İnsanlar bunu fərqli şeylərlə izah eləməyə çalışa bilərlər ki, yeməyindən bağlı oldu, ya soyuqlama mı oldu, amma hər halda bu hal ciddi müayinələrin aparılması üçün əsas verir. Yəni, qan ifrazı da olur həmin zamanda doktor? Yox, heç də vacib deyil. O da olmaya da bilər. Deməli, tipik gedən bir kimi. Hərçəngin 6 kliniki forması var. Onlardan birisi də obstruktiv formadır. Yəni, nədir? Sadəcə olaraq bağırsağın qabağının nəsə tıxaması, tutması səbəbindən bağırsaq keçməzliyi yaranır. Bağırsaq keçməzliyi öz-özlüyündə çox ciddi cərrahi bir patologiyadır. Və birbaşa da göstərici əməliyyatdır burada. Və bəli, xəstə təcili, ləngimədən əməliyyata götürülməsi vacibdir. Təbabətdə bizdə belə bir, daha doğrusu cərrahiyyədə belə bir aforizm var. Deyir, kəskin bağırsaq keçməzliyi olan xəstə əməliyyata qədər nə qədər çox yaşayarsa, əməliyyatdan sonra o qədər az yaşayar. Yəni, nə mənada ki, tez əməliyyat eləmək lazımdır. Bağırsağın işinin pozulması sonradan çox ciddi metabolik proseslərin qoşulmasına, yanaşı orqanların, uyğun orqanların, başqa orqanların çatışmamazlığına, funksiyalarının pozulmasına, bu isə sonda korreksiya oluna bilməyən bir prosesə gətirib çıxara bilər. İkinci, daha çox rast gəlinən formalardan birisi də bizuarlardır. Yəni, bu da mexaniki bir faktordur ki, bağırsağı içərdən tıxıyır, bağırsağı içərdən qapıyır və onun gedişatını pozur. Normal ximusun, normal bağırsaq möhtəviyyatının gedişatını pozur. Bu bizuarlar insanın qəbul elədiyi qidalar və ya başqa yad cisimlər səbəbindən orada toplanan materialdır. Maddi bir maniyədir.
Rast gəlinir, indi sezonla bağlı demək istəyərdim. Məsəl üçün, fitobezuar, yəni bitkilərlə bağlı olan bezuar hallarına biz rast gələ bilirik. Xurnikdir, xurmadır, nardır, üzümdür. Bu cür məhsulları, bu cür deməli meyvələri tumla birlikdə, çərdəyi ilə birlikdə qəbul eləməyə vərdiş eləmiş insanlar böyük risk daşıyırlar. Həmən olmasa da tədricən toplanan həmin o həzm olunmayan kobud, lifli hissəciklər bir-birinin üzərinə toplanaraq və müəyyən bir vəziyyətdə, müəyyən bir anda kəskin bağırsaq keçməzliyinə gətirib çıxara bilər. Başqa bezuarlar da var. Doktor, burada bağırsaq tıxanması bir başqa problemdir. Bağırsaq keçirməzliyi bir başqadır. Bağırsaq qəbizliyi, məsələn, qəbizliyin özüdür. Bunlar indi ayrı-ayrılıqda bir daşıyacaq funksiyası var, yoxsa biri digərini ardıca gətirir bunları? Deməli, biz qəbizlik deyəndə adətən xroniki bir proses nəzərdə tuturuq. Bu əslində bir simptomdur, belə deyək də, qəbizlik. Yoxsa bir xəstəlik deyil, xəstəliyin bir simptomudur. Simptomdur. Simptomdur, aha. Hətta bağırsaq keçməzliyi özü simptomdur. Özü simptom. Simptomdur. Çünki o, bayaq saydığım bir sıra xəstəliklərin, bir sıra halların, patologiyanın səbəbi ola bilər, simptomu ola bilər. Simptomu ola bilər. Amma yenə də bağırsaq keçməməzliyinin xroniki forması, deyilən bir forması var ki, bu insanlarda qəbizlik müşahidə oluna bilər. Amma qəbizliklə yanaşı başqa əlamətlər meydana çıxır. Misal üçün, insanlar vaxtaşırı keçici, tutucu, spazmatik ağrılardan şikayət eləyə bilər, qarında köpdən şikayət eləyə bilər, qəbizlikdə olduğu kimi elə defekasiyanın ləngiməsindən şikayət eləyə bilər və s. Bunların hamısı, bütün bunların hamısı tam, dəyərli, bütöv müayinə planını, müayinə protokolunu keçmək üçün əsas verir bizə. Bir də burada ishal da var, doktor. Yəni, bunların simptomları göstəriləndə hər zaman bağırsaq xəstəlikləri içərisində bağırsaqda ağrı, ciddi formada bağırsağın ağrı ilə nümayiş olunması və qəbizlik və ishaldır. Bu ishal bəzən vurğulayanda deyirlər ki, qida pozulanda. Bəzən deyir ki, bölgədən başqa bir bölgəyə gedəndə məndə baş verir. Hətta xarici ölkəyə belə məkan dəyişiləndə artıq məndə ishal baş verir. Yəni, bu onların mı göstəricisidir, yoxsa əslində bu bizdə nəyinsə fonunda gedir, amma biruzə verir orada. Biz elə bilirik ki, bu bununla bağlıdır. İshal dediyimiz əlamət, yəni də bu özü də bir simptomdur. Bir sıra xəstəliklərin, patologiyaların bir əlaməti, simptomu ola bilər. Sadəcə olaraq insanın qidanı pozması şəraitində lazım olmayan, soyuq, zərərli qida qəbulundan sonra yarana bilən bir ishal ola bilər. Bu keçici bir ishaldır. Bir müddətdən sonra o düzəlir. Bərpa olur. İshalın səbəblərindən birisi zəhərlənmələr ola bilər. Bu da müvafiq tədbirlərdən sonra rahatçılıqla müalicə oluna bilən bir haldır. İshalın səbəblərindən birisi ola bilər infeksiya. Misal üçün, infeksiyon gastroenteritlər fərqlidir olar. Salmonelloz ola bilər. Sonra, deməli, disbakterioz ola bilər, leishmanioz ola bilər. Sonra, ola bilər ən çox rast gəlinən hallardan birisi göbələk mənşəli disbakterioz halları ola bilər, zədələnmə ola bilər. Sizin söylədiyiniz, deməli, hal hansı ki, bəzi insanlar deyir ki, mən səyahətə çıxan vaxt ishal məni çox narahat eləyir. Bunun əslində adı da var elmdə. Bunun adı səyahətçilərin diareyasıdır. Səyahətçilərin diareyasıdır. Onun da çox maraqlı bir səbəbi var. Mən onunla bağlı sizə maraqlı bir fakt da deyəcəm. Son zamanlar bu azalıb. Nəyə görə? Bunun da səbəbi var. Ümumiyyətlə, insanın bağırsağının düzgün fəaliyyət göstərməsi üçün bağırsaq çöpləri, Escherichia coli deyilən xüsusi bir mikrob var ki, bunun da yarım ştamları, növləri fərqlidir. Fərqli populyasiyalarda, fərqli coğrafiyalarda yaşayan insanlarda bu çox fərqlidir. Misal üçün, Yaponiyada yaşayan insanın
bağırsaq çöpünün serotipi ilə Amerikada yaşayan insanın bağırsaq çöpünün serotipi arasında fərq var. Və Yaponiyalı insan nə vaxtsa Amerikaya səyahət etmişdirsə və bu zaman istər-istəməz onun bağırsağına yerli mühitə uyğun Escherichia coli ştamı düşmüşdürsə, orqanizmi tərəfindən həyəcanla qarşılana bilər və bu yaxın müddətdə diareya ilə, yəni ki, bəli, ishalla nəticələnə bilər. Hə. Amma bayaq mən onu sizə demək istəyirəm ki, bu son zamanlar ki, deməli, uçuşların, səyahətlərin, insanların gediş-gəlişinin tezləşməsi, sürətlənməsi, artması səbəbindən biz son zamanlar o hadisələrlə demək olar ki, rastlaşmırıq. Artıq dünya çox kiçəlib və artıq dünya əhalisinin bəlkə də Escherichia coli yarım növününmü, ya serotipininmi ümumiləşməsi gedir. Yəni, hamı da demək olar artıq eynidir, insanlar bir-birinə öyrəşir. Və burada stres faktoru da var, doktor. Bəzən stres deyəndə bəzən həyəcan və təşviş zamanı da ishal baş verir və insanlar deyir ki, həyəcanlandıqda artıq məndə diareya başlayır və bu diareyanın da bəzən deyir ki, mühitə görə bağlayır, bəzən məkana və insanlara görə bağlayır. Heç bir formada həyəcan keçirməyən bir insan anidən bir kütrə qarşısında heç bir zaman rastlaşmadığı bu diareya ilə də rastlaşa bilir. Bu da onların faktorunda da başlayır. Tamamilə haqlısınız. Bayaq elə mən dediyim vegetativ sinir sisteminin parasimpatik və simpatik bölmələrinin deməli bir-birinin sinxron işinin pozulması səbəbindən ya diareya, ya qəbzlik baş verə bilər. Bəli, kəskin qorxu halında, əsəb halında, həyəcan halında parasimpatik sinir sisteminin üstünlüyü təşkil edərsə, həmin insanda ishal müşahidə oluna bilər. Bu paradoksal bir haldır. Amma ümumən həyəcan zamanı, adrenalin zamanı, yəni ekstaz zamanı mədə-bağırsaq sisteminin parasimpatik yox, simpatik sinir sisteminin aktivləşməsi müşahidə olunur. Biz indi aktivləşməli müşahidə olduğu digər faktorlara da toxunacaq, doktor. Bizim çox üzr istəyirəm, reklam aramız var. Qısa bir reklam arasından sonra yenidən müzakirəmiz davam edəcək. Reklamlar. Reklamlar bitdi, müzakirəmiz davam edir. Xatırladaq ki, biz bugün bağırsaq xəstəliklərindən danışırıq. Qonağımız Elmi Cərrahiyyə Mərkəzinin həkim cərrahı Faiq Əliyevdir. Mövzuya keçid etməzdən öncə proqramımızın baş sponsoruna dərin təşəkkür etmək istəyirəm. Best Beef ət və ət məhsulları 2002-ci ildən Elite Food Company adı altında və Best Beef markası ilə uzun illərdir ki, fəaliyyətə sökünəcək böyük bir müəssisənin fəaliyyətindən söhbət gedir. Hansı ki, bizim sağlam qidalanmağımızın təminatında dayanacaq və bizim və ailə üzvlərimizin, doğma və əzizlərimizin çox güvənlə istifadə edə biləcəyimiz qida məhsulu. Hansı ki, sizə böyük bir təşəkkür düşür. Best Beef sənin seçimin. İkinci sponsorumuz isə osteopat terapevt Ülviyə Süleymanova haqqında danışmaq istəyirəm. Övladlarımızda qamət pozğunluğu, skalyoz, kifoz, əyri-pəncəlik, yassı ayaqlılıq kimi müşahidə olunacaq bir sıra ciddi xəstəliklərin müalicəsində ağrısız və dərmansız effektiv müalicə yolu məhz osteopatiyada da. Terapevt osteopat Ülviyə Süleymanova övladımızın sağlamlığına qovuşmasında sizə yardım edəcək peşəkar doktorlardandır. Artıq uzun illərdir ki, böyüklərdə və uşaqlarda hərəkət və sinir sisteminə bağlı xəstəliklərin osteopatik müalicəsi ilə məşğuldur. Belə problemi olan pasientlərin müalicəsində xeyli sayda müsbət nəticələri var. Osteopatiya sahəsində müalicə olunan xəstəliklər təbii ki, dayaq hərəkət sistemi xəstəlikləri, diz, bud, çanaq və çiyin artrozları, osteoporoz, həmçinin çanaq əyriliyi, hamilələrdə bel ağrıları, fəqələr arası disk yırtığı kimi xəstəliklərin müalicəsi kompleks şəkildə aparılır. Eyni zamanda osteopatiya ilə yanaşı iynə batırma, fizioterapiya, reabilitasiya kimi prosedurlar həyata keçirilir. Təbii ki, xəstəliklərin çarəsi var, yetər ki, zamanında doğru düzgün mütəxəssisə müraciət edəsiniz. Doktorun əlaqə nömrələrini xatırladaq 055 703 38 12. Bir də bizim bir təşəkkürümüz olacaq 166 təmizlik xidməti şirkətinə dərin təşəkkür edirəm. Evimizin, ofislərimizi, mənzillərimizin, bağ evlərimizin fərq etmir. Tam olaraq kimyəvi, xüsusi kimyəvi vasitələrlə mükəmməl formada təmizliyini və şəraitini həyata keçirirlər və təmirdən sonra evimizin ideal və mükəmməl formada görünüşünü istəyirsinizsə, məhz həmin 166 təmizlik şirkətinə əlaqə nömrələri 050 285 44 77. Təşəkkür edirik. Mövzuya keçid edək, doktor. Mövzumuz bağırsaq xəstəlikləri ilə
danışarkən burada bağırsaq çatına, ümumiyyətlə xəstəliyinə toxunmaya bilmərik. Bu əslində bir neçə sualları öz ətrafında doğuran bir xəstəlikdir. Bağırsaq çatı qəbizliyin fonunda mı yaranır, yoxsa bu xəstəlik özü qəbizliyi yaradır? Bax, bundan istəyəcəm danışaq. Buyurun. Bağırsaq çatı dediyimizdə əslində çat bağırsaqda olmur. Düz bağırsaqda, daha dəqiq desək, anal kanalda olur. Heç düz bağırsağın özündə də olmur. Yəni, belə məlumat üçün deyim ki, düz bağırsağa qədər hələ 4 sm yarım yol var. Bundan sonra yoğun bağırsaq başlayır. Bunların heç birində çat olmur. Çat olur. Çat olur. Anal kanal. Anal kanalda, yəni bağırsaqlara həlqədə. Anal, deməli, keçiddə. Ona görə də bəzən hətta mən deyim ki, total kolonoskopiya olunmuş xəstədə belə ola bilsin ki, həmin o çat görünməyə bilər. Çünki kolonoskop adətən başlayır 1 sm, 2 sm qabaqdan. Amma çat qalır çox vaxt ondan arxada. Çat elə tam girəcəkdədir. Və adından da məlum olduğu kimi həqiqətən də nahiyənin dərisində, anaderma deyirik daha doğrusu, anadermada, dəri altı sahədə, əzələdə baş verən bir boylama istiqamətli bir defektdir. Buna çat kimi tanınır, ədəbiyyatda da belə gedir adı. Amma bununla yanaşı onun iki forması mövcuddur. Kəskin çatlar var, xroniki çatlar var. Bunların müalicəsinə yanaşma da fərqlidir. Ona görə də ilk növbədə xəstə vizual proktoloji müayinədən keçməlidir. Daha sonra təbii ki, ziyan eləməz artıq informasiya bizə. Rektoskopiya, rektoramonoskopiya, kolonoskopiya müayinələri də apara bilər. Yanaşı xəstəlikləri istisna eləmək məqsədi ilə. Doktor, kəskin və xroniki dediyimiz bu bağırsaq çatlarının yaranma səbəbləri də mi adlarına görə fərqlilik daşıyır? Yoxsa eyni mənbədən, mesela qəbizliyin fonunda yaranır da, səhv etmirəmsə, deyilmi? Adətən bəli, haqlısınız. Adətən çatdan şikayət edən insanlar həmişə qəbizlikdən, demək olar həmişə qəbizlikdən şikayət edir. Amma ola bilir, belə bir hal ola bilir ki, xəstədə vaxtıyla qəbizlik olub, çat yaranıb, qəbizlik artıq müalicə olunub, amma çat hələ davam edir. Xroniki olaraq onu narahat edir, vaxtaşırı onu narahat edir. Belə hallarda kəskin çatlar yox, xroniki çatlarda mütəxəssisin baxışından sonra xroniki çatın diaqnozu dəqiqləşdirdikdən sonra xəstəyə əməliyyat təklif olunur. Xroniki çatın kəskin çatdan fərqi onun dibində qranuliomanın inkişaf eləməsi, kobud çapıq toxumasının yaranması, əlavə papillyar törəmənin yaranması, bunlar artıq o vəziyyətdən xəbər verir ki, bunları mexaniki şəkildə kənarlaşdırmasaq, çat insanı həmişə narahat eləyəcək. Mexaniki şəkildə kənarlaşdırmaq isə bu elə cərrahi müdaxilə, cərrahi əməliyyat deyək. Yəni həmin o çat nahiyəsi kəsilir və sonralar bağırsaqlar təzədən bir-birinə bərpa olunması gedir də əməliyyat zamanı, deyilmi doktor? Yoxsa o necə gedir? Çat adətən yeri gəlmişkən onu deyim ki, xəstə uzandığı vəziyyətdə saat sferblatının 6 rəqəminə uyğun istiqamətdə rast gəlir. Bu klassik çatdır. Əməliyyatı bayaq siz qeyd edildiyiniz kimi həmin nahiyənin biraz kənardan sağlam toxuma sərhəddindən götürülüb pazvari kəsiklə atılmasından ibarətdir. Amma tək bununla məsələ bitmir. Əgər təkcə bu əməliyyat aparılarsa, xəstədə təkrar residiv çatın əmələ gəlmə ehtimalı çox yüksəkdir. Bunun üçün mütləq sfinkterotomiya dediyimiz bir əməliyyat aparılmalıdır. Sfinkter, yəni düz bağırsağın büzücüsü, dairəvi əzələ bir sahədən kəsilərək, bir kənarından kəsilərək onun tamlığı pozulmalıdır. Təsəvvür edirsiniz ki, o nəyə görə lazımdır ki, spazm götürülsün, sağalma normal getsin və ikinci əsas məqamda çat olan nahiyəni heç vaxt, bayaq siz demək istərsiniz, tikişə qoymaq olmaz. Çünki nahiyənin xarakterindən, xüsusiyyətindən irəli gələn bir məsələdir ki, orada irinləmə, çirkləmə ehtimalı çoxdur. Açıq saxlanılır və ona özünə uyğun əlavə yerli müalicələr, mazlardan, limitlərdən, şamlardan, müxtəlif yağlardan da vannalardan istifadə olunur və eyni zamanda da başqa medikamentoz müalicələr aparılır. Ümumiyyətlə, bu biraz uzun müddət çəkən bir
Və məsələdir. onun insanın Rekonvalesasiya birbaşa dövrü uzun çəkir bu bəli, sinir xəstələrdə. sistemlərinə qədər təsir edəcəyi və böyük bir spazma dediyimiz ağrını verəcəyi bir çat, bağırsaq çatı əslində Üzr istəyirəm Ülvi xanım, sizin sualınızı mən tam cavablandıra bilmədim. Yəni mən istəyirəm elə sözümü oraya gətirim. Gözəl bir sual verdiniz ki, qəbizliyi çat mı yaradır, yoxsa çatı qəbizlik mi yaradır? Bunların hər ikisi bir-birini yaradır və burada bir qüsurlu dövran yaranır. Çat olduqca ağrı və spazm bağırsağın funksiyasını pozur, elə sinir sisteminə təsir eləməklə. Bağırsağın funksiyası pozulduqca artıq qəbizlik qaçılmaz olur. Qəbizlik olanda da sağalma ərəfəsində olan həmin nahiyə bir daha genəlir, bir daha cırılır və bir daha yenilənir çat. Buna görə də burada qüsurlu dövrandan danışırıq. Yəni hər ikisi bir-birinin vəzi halını artırır. Artırır, bəli, bəli. Və burada da bağırsağın da ağırlıq dərəcəsinə görə təbii ki, konservativ medikal müalicəsi olanlara da, tabi olanlar da var. Amma birbaşa göstərici əməliyyatı olanlar da var ki, artıq buradan qaçılmaz və danılmazdır ki, ən effektiv də məhz üsulu elə cərrahi müdaxilənin özüdür. Doktor, bağırsaqlarda daha çox aktual olan bağırsaq poliplər var. Ki, bugün müayinədən və diaqnostikadan keçən insanların əksəriyyətində bu poliplər aşkarlanır. Bu poliplərin bəzən insanların daha çoxu qəbizlikdən əziyyət çəkən insanlarda aşkarlandı. Bəziləri deyir ki, sinir sisteminin həddən çox oyanıqlığı məndə artıq bağırsaqlarımda problem yaratdı, sonucda aşkarlandı ki, polipdir. Bu qədər vüsət alması, bu nədir? Vaxtında, zamanında bəlkə biz bunları aşkarlaya bilmirdik, yoxlanışa mı gələn yox idi bu qədər çox diaqnozların qoyulması, yoxsa xüsusi bir, neysə bir səbəb var ki, son zamanlar bunlar bu qədər çox olur? Bəli, poliplərin bizim son zamanlar daha çox rast gəlməsi səbəbi hal-hazırda əlimizdə olan müayinə metodlarının daha çox olması, daha təkmil olması, insanların tibbi maariflənmə dərəcəsinin yüksək olmasıdır. Əslində poliplər həmişə olub, həmişə var və həmişə də olacaq. Bayaq mən qeyd elədiyim kimi mədə-bağırsaq traktı baxmayaraq bizim üçün xarici mühitdir, amma biz oranı görə bilmirik. Biz hər gün özümüzü güzgüdə görə bilərik, bədən hissələrimizin müəyyən hissələrini görə bilərik və burada hansısa bir narahatçılıq, kənara çıxma, biz onu görəndə həmən bir tədbir görə bilərik. Amma bağırsağın daxilində inkişaf edən proses bizim də ən çox narahat olduğumuz, ən çox qorxduğumuz bağırsaq şişləri, bağırsaq xərçəngi bəzən kifayət qədər böyük ölçüyə çata bilər. Hətta metastazının səsi başqa orqandan gələ bilər, amma özünü hələ insan hiss eləməyə bilər. Buna görə də yeri gəlmişkən, buna görə də müəyyən skrininqlər deyirlər. Yəni bağırsaq xərçəngi önü vəziyyəti ayrı eləmək üçün müayinələr aparılması bütün dövlətlərdə çox aktual bir məsələdir. Sadəcə skrininqi kolonoskopiya şəklində eləmək çətin olduğundan, baha başa gəldiyindən, hər yerdə bu mümkün olmadığına görə başqa metodlar, məsələn, gizli qanın nəticdə təyinidir, ya irsi anamnezin toplanması və qeyri-invaziv başqa metodlardan da heç olmasa insanlar gərək istifadə eləsinlər. Amma yenə də irsiyyətdə genetik anamnezi olan insanlar heç bir şikayəti olmadan belə müəyyən yaş dövründən sonra artıq illə bir dəfə, 2 dəfə profilaktik müayinədən keçməsi vacibdir. Daha çox rast gəlinir sizin dediyiniz kimi poliplər. Bu poliplər özü də onkoloji bir prosesdir əslində. Heç bir stresslə, əsəblə, qida ilə heç bir əlaqəsi olmayan bir prosesdir. Genetik determinasiya olunmuş bir prosesdir və bunların özləri də artıq olmaqları ilə bəzi həyəcan təbili çalmağa əsas verir. Bəli, poliplərin, indi bizim telefon xəttində tamaşaçımız var, səhv etmirəmsə, eşidək sonra bu poliplərin bədxassələ şişə çevrilmə ehtimalı varmı, varsa nə dərəcədədir sualına cavab istəyəcəm, doktor. Eşidək sizi, hər vaxtınız xeyir olsun, buyurun. Hər vaxtınız xeyir, buyurun. Mən onkoloji xəstəyəm. 6 il bundan qabaq 2019-cu ildə bağırsaq əməliyyatı olmuşam. Bağırsağımı çıxardıblar, çöldədir. Sonra ximiya almışam 6 dəfə. Elə bir ki, qalıb bağı. İndi məndə bir problem yaranıb axır vaxtlarda.
Elə bil ki, mən də baş dönmək, bayra getmək istəyirəm. Otururam, əvvəl tir gəlirdi arxadan. İndi çevirib o qan gəlir. O öyrənmək istəyirdim. O hardan gəlir? Sualınız varmı? Aydındır. Təşəkkür eləyirik. İzləmədə qalın. Doktor cavablandıracaq. Xanımın dediyindən belə aydın olur ki, o çox böyük ehtimalla onkoloji prosesə görə Hartman tipli bir əməliyyat keçirib. Hartman tipli əməliyyat bizdə cərrahiyyədə bu əməliyyatdır ki, bağırsağın müəyyən şişlə əlaqəli olan hissəsi kəsilib çıxarandan sonra şişdən aşağıda qalan hissəsi kör güdül şəklində tikilir, qarın boşluğuna buraxılır. Yuxarıdan, yəni proksimal hissəsi isə dəridən sərbəst kolostoma deyirik buna biz. Kolostoma şəklində kənara çıxardılır. Kolostomalar var daimi. Əgər şiş çox aşağıda yerləşirsə, yəni anal bölgədə, düz bağırsağın aşağı 5 sm-dən aşağıda yerləşirsə, bu insanlar çox vaxt daimi kolostoma gəzdirməyə məcburdurlar. Əgər yox, biraz imkan varsa ki, şişdən sonra manipulyasiya imkanları varsa, bu hissə sonradan bərpa oluna bilir və insan normal defekasiya haqqına qayıda bilər. O ki, qaldı xanımın dediyi kimi, o belə başa düşdüm ki, o baxmayaraq ki, onun bağırsağının boşalması kolostomadan olur, kal qəbul ediciyə olur, yəni torbaya olur, xalq arasında deyildiyi kimi. O aşağıdan da hərdən bir tualetə getmə hissi, yəni çağırış hissi hiss eləyir. Bu ona dəlalət eləyir ki, aşağıda hansısa bir mexaniki qıcıq var. Bu mexaniki qıcıq çox şey ola bilər. Mexaniki qıcıq ola bilsin ki, onun tam təmiz olmaması səbəbindən ola bilər. Ora yığılan selikdir, diskvamativ epiteldir, sudur, mayedir və s. Eləcə də oradakı o prosesin baş qaldırma səbəbi də ola bilər. Ona görə də çox ciddi şəkildə mən məsləhət bilirəm ki, xanım düz bağırsağın qalan hissəsinin, daha doğrusu yoğun bağırsağın qalan hissəsinin vizual müayinəsini keçirsin, yəni endoskopik müayinəsini keçirsin, oradakı vəziyyəti dəqiqləşdirilsin və ona uyğun bir tədbir görülsün. Bəli, çünki qan ifrazatı da artıq onun səbəb çox olar. Hətta iltihab səbəbindən də o qanın olması hələ o demək deyil ki, orada nəsə çox ciddi bir proses var, amma ciddidir. Yəni ola da bilsin ki, o bir iltihabın səbəbindən yaranan qandır. Bəli, bu nəticədir. Səbəbi yəni tapmaq üçün ciddi formada müayinəyə ehtiyac var. Doktor, mən elə baxın elə sual da bizim mövzunu tam olaraq əks etdirdi. Burada poliplərin belə deyək də artıq nəticə polip çıxanda diaqnozda biz xoş xassəli olaraq bunu qəbul edirik, amma bunun bəd xassəliyə çevrilmə ehtimalı bizim həssas orqanımız olan bağırsaqda nə qədər faiz göstəriciyə sahibdir? Doğrudur. Polipin olması, bayaq qeyd elədiyimiz kimi artıq siqnaldır. İnsan düşünməlidir. Yaxşı olar ki, polip götürülsün. Hansı formalı polip olmasından asılı olmayaraq. Əgər polipin ölçüsü imkan verirsə, onun sonradan histoloji verifikasiya. Bu xalq arasında əkilmə deyilir. Əslində yeri gəlmiş ki, mən ona qısa bir arayış vermək istəyərdim, daha doğrusu ki, bu əkilmə sözü çox işlənilir. Əslində əkilmə bura heç uyğun gəlməyən bir sözdür. Əkilmə olur, əkilmələr olur, mikroblar, yaxmalar, hansı ki orada canlı var, bu canlını ya mikrobdur, ya göbələkdir, ya riketiyadır, ya virusdur, onu xüsusi mühitlərdə əkirlər, o orada bitir, çoxalır və onun o morfologiyasına, biokimyasına, hansısa başqa xüsusiyyətlərinə görə xəstəliyin diaqnozu qoyulur. Bu əkilmədir, amma bizim polipdən, şişdən ya hansısa bir sahədən götürüb verifikasiya üçün göndərdiyimiz material çox vaxt gedir histoloji verir. Yəni onu əkmirlər, onu sadəcə boyuyurlar və orada bəd, xoş və yaxud da keçmə üzrə mərhələsində olan hüceyrələrin olub-olmaması təyin olunur. Poliplərdə də bu proses aparılır. Əgər imkan varsa, imkan verirsə poliplərdən elə endoskopiya zamanı, ya gastroskopiya, kolonoskopiya zamanı polipdən bir tikə, kiçik bir tikə, haradasa 2 mm ölçüsündə bir tikə bəs olur. Götürülür və bu verifikasiya, yəni histoloji verifikasiya üçün göndərilir və o cavab gəlir. Cavaba uyğun da müəyyən taktika seçilir. Amma yenə də taktika hər halda polipin götürülməsi taktikadır, taktikasıdır ən azından. Onun xoş və ya bəd olması
o qədər də önəmli deyil. Bu gün xoş olan polip 5 ilmi, 3 ilmi, 5 ayımı, 3 ayımı ya bəlkə də 2 ayımı sonra yenidən bədləşə bilər. Bəli. Bu cür faktlar mövcuddur. Bəli, əsas Ümumiyyətlə- odur ki, biz efirimizin də artıq sonuna gəldik, çatdı doktor. O qədər geniş bir mövzudur ki, danışmaqla çox böyük bitməyən. bir İnşallah ki, biz irəliləyən zamanlarda da bu haqda yeni bir mövzu ilə yenə də sizi dəvət edərik və geniş danışarıq və bu əsas sağlam olaraq mesajı ötürdük ki, yəni bunun polip olması və bizim heç də rahatlamağımızın dəlalət etmir. Biz təbii ki, bunun, mən hər zaman deyirəm ki, bəd xassəli şişləri əməliyyat və müalicə edərkən xoş xassəli şişləri də heç bir zaman nəzarətdən qoymayaq və onlardan tam rahat olaraq uzaqlaşmaq əslində bu özü ciddi bir gələcəkdə fəlakətin bünövrəsinə qoymuş olacaq. Mən sizə dərin təşəkkür edirəm doktor. Buyurun. Gəldiyiniz üçün, o dəyərli zamanı bizimlə bərabər keçirdiyiniz üçün biz bağırsaq ümumi xəstəliklərindən danışdıq. Elmi Cərrahiyyə Mərkəzinin həkim, cərrahiyyə üzrə fəlsəfə doktoru Faiq Əliyev doktor qonağımız idi. Bugünlük bu qədər. Hər birimizə sağlam can və sağlam ruh arzusu. Təbii ki, özümüzdə hansısa bir formada xəstəliyi, narahatçılıq, simptom, əlamət fərq etmir. Hiss ediriksə, dərhal ixtisası və mütəxəssisi doğru düzgün olan insanlara doğru yönələk. Sabah eyni saatda fərqli mövzu ilə görüşmək ümidi ilə. Salamat qalın. Verilişin baş sponsoru Best Beef ət və ət məhsulları.